Herkese salam. Bugün beyin üzrə mütəxəssis, nevroloq Qalib Əsədovla birlikdəyik. Beyin haqqında çox maraqlı sirləri açacağıq bugün. Diqqətiniz bizdə olsun. Salam Qalib doktor, necəsiniz? Çox sağ olun, yaxşıyam. Sizə də, bizi izləyən tamaşaçılara da əsəblərdən, stressdən uzaq, xoşbəxtlik dolu bir ömür arzulayıram. Düşüncələrimizin doğrudan da beyinə real təsiri varmı? Nə mənada, nətər yəni? Çoxları deyir ki, yaxşı düşün, yaxşı olsun. Həqiqətən də bu belədirmi? Ümumiyyətlə, düşünmək qabiliyyəti beynin əsas funksiyasıdır. Biz, beynimiz ətraf aləmdən informasiyaları alır, təhlil edir. Təhlil etmək nədir? Düşünməkdir. Düşünür və gələcəyə proqnoz verir. Mən bunu belə eləsəm, uğurlu olaram. Mən belə eləsəm, zərbə alaram, həyatdan zərbə alaram. Düşünmək, biz ancaq yuxuda olarkən düşünmürük. Yuxudan oyanandan ta yatana qədər beynimiz daim ətrafda baş verən hadisələri, mənfi və müsbət emosiyaları təhlil edir və nəticə çıxardır. Və bu nəticəyə əsasən bizim davranışlarımız olur. Bəziləri ağlağandır, bəziləri cəsarətlidir, bəziləri qorxaqdır, bəziləri kəskin, aqressiv reaksiya verir. Məhz bütün bu davranışlar düşüncənin məhsuludur. Amma pozitiv insanlar həyatda bəxti gətirir. Bilirsiniz niyə? Çünki pozitiv insanların üzündə təbəssüm olur, gülüş olur. Ona görə də karyerada irəli gedirlər. Ona görə də ətrafdakılar onları sevirlər və ətrafdakıların onlara qarşı olan münasibəti yaxşı olur. Sabah hansısa sosial liftdə yer boş olanda pozitiv olduğu üçün həmin adam irəli keçilir. Qaşqabaqlı, daim ağlağan, daim negativ şeylər düşünən insanlardan əksəriyyət qaçır. İnsanlar əksəriyyət qaçır və ona görə də həyatda onların bəxti bəzən gətirmir. Və özlərini də qınıyırlar ki, ay mən bəxti gətirməyənəm, mən nəyəm? Belə bir atalardan ifadə var, yaxşı düşünək ki, yaxşı olsun. Buna görə sizə də, o cümlədən dinləyicilərimizə də pozitiv düşünməyi arzulayıram. Hər bir kəsin problemi var, problemsiz adam yoxdur. Bizim səhifimiz onda olur ki, biz problemdən çıxış yolunu yox, problemin özünü düşünürük. Suya düşən adam suya düşdüyü üçün ölmür, sudan çıxa bilmədiyi üçün ölür. Problemin varsa, suya düşmüsənsə, fikirləş ki, mən bu bataqlıqdan nə cür çıxım? Bataqlığa düşünüb ağlasan, elə oradaca batacan. Bəzi insanlar mənfi düşüncələrdən qaçmaq üçün meditasiya, musiqi kimi fəaliyyətlərə qaçırlar. Sizcə bu nə qədər effektiv üsuldur? Çox maraqlı sualdır, çox gözəl sualdır. İnsanlar bəzən negativlikdən qaçmaq üçün müxtəlif üsulları əl ata bilərlər. Siz musiqi ilə meditasiyanısınız, elə adam var, səyahət eləməyi sevir, elə adam var, deyilər, suyum dəyişsin, gedim rayona bir həftə qalın, bir balaca havamı dəyişim. Müxtəlif üsullar var və bunların insan üçün nə maraqlıdırsa, onu eləməyin əlbəttə ki, xeyri var. Yeri gəlmişkən musiqinin çox böyük emosional təsiri var insana. Hər hansı bir filmdə, teatrda çox gərgin bir səhnə görsənilir. Əgər fonda onu musiqi müşahidə eləmirsə, o səhnə bizə təsir eləmir və istər-istəməz insan həyəcanlanır. Yəni, əgər o səs olmasa, biz həyəcanlanmarıq. Musiqi bizi ağlada da bilər, musiqi bizi əhvalımızı aça da bilər, əhval-ruhiyyəmizi aça da bilər. Fikir verin, toya gedirik, toyda otururuq, hamı sakit, ağayana, utanırıq və musiqi bizdə dopamini o qədər artırır ki, o şən musiqilər çürük, ortada başlayırıq oynamağa. 300 nəfər qalanda, 500 nəfər qalanda. Amma hansı ki, toya ilk dəfə gələndə, musiqi bizim emosiyalarımızı bu dərəcədə qaldıra bildi. Ona görə mən nə tövsiyə edirəm? Qətiyyən o negativ hisslər aşılayan musiqilərə qulaq asmayan, musiqilərin hətta sözləri belə bəzən insanın psixologiyasına təsir edir. Orada deyilən sözlər də adi halda deyiləndə o bizə təsir etməz, amma musiqi vasitəsilə o sözlər bizə təsir edir. Əlbəttə, meditasiyadan faydalanır ya. Nə sizə yaxşı təsirsə, onu eləyin. Nə sizə pis təsirsə, ondan qaçın. Hər gün bu qədər insan ağrısı ilə qarşılaşırsınız. Bəs bu prosesdə öz ruhunuzu necə qoruyursunuz? Öz əhval-ruhiyyəni demək istəyəcək. Bəli. Ümumiyyətlə, insan sevdiyi işlə məşğul olanda, zövq aldığı işlə məşğul olanda həyat onun üçün gözəldir. Bəli.
İnsan sevmədiyi işlə məşğul olanda həyat onun üçün cəhənnəmdir. Həkimlik mənim sevdiyim bir işdir. Mən zövq alıram öz işimdən. Təsəvvür edin, mən heç məzuniyyətə çıxmıram. Mən sizə bir söz deyim, həkimlik digər sənətlərdən fərqli olaraq sənət deyil. Bu bir həyat tərzidir, bir yaşam tərzidir. Məsələn, bütün insanlar 9-dan 6-ya qədər işləyirlər, mühəndisdir, fəhlədir, müəllimdir, işləyirlər, sonra işdən sonra gəlirlər evdə öz işlərlə məşğul olurlar. Bax, biz evə gedirik, en qədər zənglər var, xüsusilə WhatsApp gəldi, bütün sosial şəbəkə kanalları var, indi telefonu söndürmüşüm, açanda heç olmasa bir 20-30 dənə WhatsAppda yazı var və digər yerlərdə də zənglər var sayılmayan. Yaxsa gedirsən, bilən kimi ki, sən həkimsən, başlayır hamı öz ağrı acılarını danışmağa, toyda da həmçinin ağrı acılarını, avtobusda, taksiyə minirsən, şofer başlayır öz uşağından, öz evlatlarından danışmağa. Biz bu həyat tərzidir. Hara getsən insanlar dərdlərini danışır və sən də çalışırsan ki, o dərdlərə əlac eləmək üçün bilirsənsə onu eləyirsən, yaxud da istiqamət verirsən, yönləndirirsən. Bu həyat tərzidir və bu yükü altından ancaq bu sənəti sevənlər çıxa bilər. Bu sənəti sevməyənlər sonra gelirlər başqa bir sahəyə, çünki dözə bilmirlər. Belə. Mən zövq alıram öz işimdən. Mənim üçün gözəldir və hər bir sağaltdığım xəstə elə bil ki, mənim evladımdır, mənim əsərimdir. Mən onlara baxıb fərəhlənirəm, şişirəm, necə rəssam, heykəltaraş öz işindən zövq alır, mən də öz işimdən zövq alırım. Sözsüz ki, mən də hər şeyi, mənim də bacarmadığım nələrsə olur, bəzən elə xəstəliklər olur ki, mənim gücüm çatmır. Onda əlbəttə ki, əhval-ruhiyyəmiz korlanır, narahat oluruq, pis oluruq. Amma onda da belə hətta xəstənin əzablarını yüngülləşmək üçün fikirləşsən, daha nə edə bilərəm, daha nə edeyim. Və sizin beyin kitabınızla da tanış oldum. Sizi bu kitabı yazmağa nə vadar elədi? Yəni necə ruhlandınız? Bu kitabı mən tək yazmamışam. Fuad Əsədov iki müəllif var. Fuad Əsədov mənim oğlumdur. Hal-hazırda Budapeştdə yaşayır və psixoloqdur. Budapeştdə doktorantura, PhD üzrə doktorantura oxuyur. O psixoloq da mən nevroloqam. Və bizim həyata baxışlarımız haradasa bir qədər müxtəlifdir. Mən nevrologiya istiqamətdən baxıram, o psixologiya istiqamətdən. Və bizim aramızda mübahisələr var. Və bizim ortaq dostlarımız var, elm adamları var, müxtəlif başqa peşə sahibləri var. Biz həmişə oturanda onlar bizə beyinlə bağlı suallar verirdilər və biz onlara cavab verirdik və bəzən aramızda mübahisə də düşürdü və s. Və günlərin bir günü Fuad dedi ki, ayaqda biz belə danışıq, bunları niyə yazmayaq? Yazaq qalsın bizdən. Və qərara gəldik yazaq. Və mən başladım ilk fəsillərini yazmağa. Sonra Fuad göndərirdim, o oxuyurdu və beləliklə bir adası bir 8 il üstündə işləyərək belə bir kitab yazdıq. Çalışmışıq ki, bu kitab ümumiyyətlə elmi terminlərdən istifadə edəməyək. İnsanların başa düşəcəyi bir dildə olsun. İncə bir şəkil yumoru var. Kitabın hər fəslində, hər səhifəsində siz özü oxuyanda görəcəksiniz. Və bunu oxuyandan sonra insan biləcək ki, niyə insanlar bu qədər fərqlidir? Bizim insanlar beyni bilmirlər, beyni bilmədikləri üçün də bəzən cəhalət, xurafata inanırlar, başqa müxtəlif əfsanələrə, nağıllara inanırlar. Beyni biləndən sonra elə aydın olacaq ki, və bizdə çox təəssüf ki, insanların əksəriyyətində beyin haqqında məlumat yoxdur. Hamı üçün qəribə gəlir ki, insan necə düşünə bilər, bu yaddaşı nə olan şeydir, filan şey nə olan şeydir. Burada bunların hamısını açıqlamaq var. Maraqlı rəhli şəkillər də var, illüstrasiyalar da var və çalışmışıq ki, incəliklərinə qədər biz insanlara bunu izah edək. Suallarımızı cavablandırdığınız üçün və kitabı mənə hədiyyə etdiyiniz üçün çox sağ olun. Videonu izləyən hər kəs üçün də ümid edirəm çox maraqlı müsahibə keçdi. Həm də yeni nələrsə öyrəndilər. Və Aysbal kanalını izləməyi unutmayın. Aysbal kanalını. İzlədiyiniz üçün təşəkkürlər.